Yeni xəbərlər üçün kanala abunə olun. Bu ay sosial təminat sahəsində növbəti mühüm mərhələ yaşanır. Məlumata görə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiya ödənişlərinin dekabrın 10-da həyata keçirilməsi planlaşdırılır. Bu qərar minlərlə pensiyaçının maliyyə təminatına birbaşa təsir edən vacib addım kimi qiymətləndirilir. Rəsmi açıqlamaya əsasən Dövlət Sosial Müdafiə Fondu ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsi üçün bütün texniki və inzibati hazırlıqları tamamlayıb. Xüsusilə vurğulanır ki, güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş vətəndaşlar üçün ödənişlər əvvəlki aylarda olduğu kimi, bu ayda müəyyən edilmiş qrafik əsasında həyata keçiriləcək. Mütəxəssislər bildirir ki, pensiya ödənişlərinin vaxtında verilməsi sosial sabitliyin qorunması və əhalinin həssas təbəqələrinin rifahının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu proses ümumi sosial siyasətin davamlılığının göstəricisi kimi qiymətləndirilir. Qeyd edək ki, pensiya ödənişləri ilə bağlı hər hansı gecikmə və ya texniki problem yaranacağı təqdirdə, vətəndaşlara rəsmi mənbələr vasitəsilə əlavə məlumat təqdim ediləcəyi bildirilib. Yeni xəbərlər üçün kanala abunə olun.